Eğer kardeşliksa bu kardeş iki taraflı olmalıdır. Bir taraflı kardeşlik olmaz. Bir taraflı dostluq da olmaz. Bir taraflı məhəbbət də olmaz. İki taraflı olmalıdır. Her şey iki taraflı olmalıdır. Odur ki, qədimdən deyiblər, alış-veriş. Al, ver. Sən mənə yardımımı görsət, qardaşlığı görsət, mən də sənə. Bu bir tərəfli qardaşlıqdan fayda çıxmaz. Biz Türkiyəni bizim yolumuzda təhlükəyə sal özünü demirik. Türkiye'ye biz demirik ki, gəl özü bizim yolumuzda təhlükəyə sal. Yox. Öz işini görsün, öz siyasetini məşğul olsun. Amma bizdən də gözləməsinlər ki, biz də gələk, məzlum millətimizin ən ağır zamanında gələk Azərbaycanı qurban verək, bir dənə, iki dənə orqanın oyununun nəticəsi ilə Güney Azərbaycan geçsin işinə. Bu da olmayacaq. Təhdid eləmirik. Ağzımızı açsaq, deməyə çox sözümüz var. Günas TV-nin Türksətdən kəsilməsində mən Türkiyədə olduğum zaman çox şeylər öyrəndim. Danışmırıq, qoyun içimiz yansın. Amma elə eləməsinlər ki, başlayaq bir çox şeylərin üstünə açaq. Güney Azərbaycan hərəkatına heç bir yerdən yol göstərmək olmayacaq. Güney Azərbaycanın özünün fəalları qərar verəcək bu haqda. Bizə nə bayraq seçə bilər heç kəs, bizə nə rəng seçə bilər başqaları, özümüz eləyəcəyik hamısını. Millət olaraq əl-ələ verib özümüz eləyəcəyik. Heç kəs. Hətta qardaş dövlətlərdən də istəyimiz budur ki, bizim işimizə kömək eləyə bilirsinizsə eləyin, kömək eləyə bilmirsinizsə bizim işimizə dəxalət eləməyin lütfən. Köməyinizə ehtiyacımız var, söhbətsiz. Qardaşıq, kömək eləyin. Amma bizim başımıza Kərkük türklərinin başına gələn oyun gəlməyəcək. Onu da bir dəfəlik AK Partinin əlaltıları eşitsinlər. Təbriz Kərkük deyil. Başına vurdunuz yazıq Kərküklərin. Qırmızı xət çəkdiniz. Dediniz ki, Kürt gedib Kərkükü ala bilməyəcək. Nə oldu? Hara getdi qırmızı xəttiniz? Heç bir iş görmədiniz. Dünyanın ən böyük alverini eləyir AK Parti bugün. AK Partinin operativləri, əlaltıları Barzani ilə, Cəlal Talibani ilə. Ağzımızı açdırmasınlar. Təbrizi Kərkük eləyə bilməyəcəksiniz. AK Partinin əlaltıları. Günas TV deyil, səsini Türksətdən kəsəsiz. Biz də qardaşlıq naminə Anadolu qardaşlarımızı incitməyək deyə sözün üstünü çox açmadıq. Amma dahi hər şeyin bir həddi hesabı var. O yerdə ki, gəldiniz dediniz ki, İranla işiniz olmasın, o bizim qardaş ölkəmizdir, orada bir şey olsa bizə də ziyanı var. Yəni, Güney Azərbaycanlılar sakit qalın, onda bizi qarşınızda görürsünüz. Çünki orada mənim namusum, hüviyyətim, şərəfim, vicdanım ayaq altında, Fars faşizminin ayağının altında əzilir. Sən qardaşım, mənə deyə bilməzsən sakit ol. Mən bağırmalıyam. Əgər mənə düzgün qardaşsansa, o zaman mənə dəstək ver. Dəstək vermisənsə, vermə. Amma daim məni Kərkük türklərinin başına gətirdiyim bəlanı sən gətirdin. Mənim başıma gətirə bilməzsən. Mən Güney Azərbaycanlının başına Kərkükdəki bəla gəlməyəcək. Bu yuxunu bir dəfəlik özünüzlə qəbrə aparacaqsınız. Belə bir fikir eləyənlər. Birincisi, çox da ağzımızı açsaq, əminəm ki, Anadolu türkləri elə özləri sizin dərsizi verəcək. Heç bir düzgün Anadolu türkü istəməz Güney Azərbaycan bu zülmü də yaşasın. Biz amma istəmirik. Düşman da fürsətdən istifadə eləsin. Qoyun ilə burada qalsın. Bugün, əziz həmvətənlərimiz, bizə sakit olun deyənlər var.
dolayısı yolla, ustalıqla, bəzən də açıq aydın. Nə Türk, nə Azərbaycan dövləti deyirsiniz. Azərbaycanın bir dövləti vardı da. Güney Azərbaycan elə zirəhlik eləyin, İranı alın əlizə. Belə bir xəyali sözlərlə qoltuğumuza da verirlər. İranı Türk dövləti eləyində. Güya biz gedəcək, özümüzü qutara bilmirik. Biz gərək Azərbaycanlılar gərək gedək Kürdistanı alaq, Ərəbistanı alaq, Bəluçistanı alaq, Farsistanı alaq. Onların hamısını Türk eləyək. Bu sözlə gəlirlər meydana. Və bizə deyirlər, sakit olun. Elə eləməyin ki, Türkiyəyə ziyan dəysin. Bizi Türkiyənin üz-üzə də qoyurlar. Və bu təhlükə, mən açıq danışdığım üçün bilirəm, başım həmişə bəlalı olubdur. Min bir yerdən hücum eləyirlər. Min bir yerdən böhtən yağdırırlar. Min bir yerdən təhdid eləyirlər.